NATO-nun baş katibi Andres Fogh Rasmussen alyansla Rusiyanın qarşı-qarşıya qaldıqları təhlükəsizlik hədələrinin aradan götürülməsi üçün NATO rəsmilərinin Moskva ilə daha yaxından əməkdaşlıq etmələrinə çağırıb ki, belə problemlərin ən mühümlərindən biri Əfqanistanda vəziyyətdir. Rusiya-Gürcüstan müharibəsi və NATO-nun şərqə tərəf genişlənmə səyləri keçən il münasibətlərin olduqca gərginləşməsinə gətirib çıxarmışdı. 2008-ci ilin aprel ayında NATO liderləri elan etdilər ki, Ukrayna və Gürcüstan bir gün alyansın üzvü olacaqlar. NATO-nun baş katibi Andres Fogh Rasmussen Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə ona deyib ki, mənim NATO-nun baş katibi kimi prioritetlərimdən biri qarşılıqlı etimad və əlaqələrdə səmərəliliyə nail olmaq üçün alyansla Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılmasıdır. NATO rəsmiləri Reuters xəbər agentliyinə bildiriblər ki, onlar iki tərəf arasında Əfqanistan və Rusiyanın Avropada yeni təhlükəsizlik sazişi barədə planları sahəsində daha geniş əməkdaşlıq olmasını gözləyirlər. Qərb ölkələrinin rəsmilərinin çoxu Rusiyanın Avropada yeni təhlükəsizlik sazişi planının ABŞ-ın rəhbərliyindəki alyansın aparıcı rolunu azaltmaq olduğu fikrindədir. Dmitri Medvedev isə NATO-nun rəhbərinə deyib ki, Rusiya ilə NATO-nun əməkdaşlığının səviyyəsindən çox şey asılıdır. O, Avropada təhlükəsizlik barədə bir təşəbbüs irəli sürdüyünü də xatırladı. Danimarkanın keçmiş baş naziri Rasmussen isə avqust ayında baş katibi vəzifəsinə seçiləndən bəri Rusiyaya alyansın başçısı kimi birinci səfərində NATO ilə Rusiya arasında həqiqi tərəfdaşlıq yaratmaq istədiyini söyləyib. O, Medvedevlə görüşündən əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla söhbəti vaxt aşağıdakıları deyib. Bəzi sahələrdə bizim fikirlərimiz fərqli ola bilər. Ancaq mən demək istəyirəm ki, bu fikir ayrılıqları bizim çoxlu sahələrdəki birgə təhlükəsizlik maraqlarımızı kölgə altında qoymamalıdır. Çünki biz eyni təhlükəsizlik hədələri ilə üz-üzəyik. Alyansın sədri habelə Rusiya baş naziri Vladimir Putinlə də görüşüb. Bu ilin əvvəllərində NATO və Rusiya bir-birlərinin diplomatlarını geri göndərmişdilər ki, bu da alyansla Rusiya arasındakı qarşılıqlı etimadsızlığın səviyyəsini göstərir. Rasmussenin səfəri zamanı hansısa mühüm bir razılaşmanın yekunlaşdırılması gözlənilmir. Şəxsiyyətinin açıqlanmasını istəməyən bir NATO rəsmisinin dediyinə görə NATO başçısının Rusiya səfəri zamanı NATO yüklərinin Rusiya ərazisindən Əfqanistana göndərilməsi sahəsində Rusiya tərəfindən tanınmış tranzit imkanlarının daha da genişləndirilməsi məsələsinin görüşlərin diqqət mərkəzində olması gözlənilmir. NATO-nun ABŞ kimi bəzi üzvlərinin Rusiya ilə birbaşa razılaşmalar imzalamalarına baxmayaraq, ümumilikdə alyans Rusiya ərazisindən Əfqanistana qeyri-hərbi avadanlıq və materiallar göndərə bilsə də silah-sursat göndərə bilmir. Rasmussen Moskvaya səfəri ərəfəsində demişdi ki, NATO Rusiyadan Əfqanistanın milli qüvvələrinə texniki yardım və onların təlimdən keçirilməsinə kömək xahiş edəcək. Ancaq Qərb Rusiyadan Əfqanistana qoşun göndərməyə təklif etməsini gözləmir.